Hər kəsə salam. Bugün çox ləzzətli qarın qutabının fərqli qaydada hazırlanmasını sizlərlə paylaşıram. Keçək hazırlanmasına. 5 stəkan ölçüm 200 ml-dir. Ələnmiş unun üzərinə 1 xörək qaşığı duz və ilıq su əlavə edib xəmir yoğururam. Xəmir yumşaq olmalıdır. Üzərini örtüb 20 dəqiqə, yarım saat dinlənməyə qoyuram. Buzluqda olan hazır çəkilmiş qarını tavaya qoyuram. Üzərinə 1 stəkan su əlavə edib bişməyə qoyuram. Qarının tərkibində həm qursaq, həm də 2 ədəd çəkilmiş soğan var. Suyu tam çəkilib bişdikdən sonra üzərinə duz, istiot, paprika, acı toz bibər və biraz da zirinc əlavə edib qarışdırıb 1-2 dəqiqədə bişirib ocağı söndürürəm. Zirinc olmasa nardan da istifadə edə bilərsiniz. Ocağı söndürüb üzərinə biraz doğranmış cəfəri əlavə edib qapağını örtürəm. Yarım saat keçdikdən sonra xəmiri qabdan götürürəm və masanın üzərinə biraz un səpirəm. Xəmiri formaya salıb xırda kündələrə bölürəm və kündələyirəm. Hazırladığım kündələri unladığım siniyə düzürəm və üzərini örtüb 10-15 dəqiqə gözlətdikdən sonra ilk kündədən başlayaraq xəmiri nazik yayıram. Üzərinə içlikdən qoyub bu qaydada bükürəm və üzərini çəngənlə deşirəm ki, bişən zaman şişməsin. Digər kündələri də bu qaydada hazırlayıram. Sonra yağsız tavada qutabları o üz bu üz bişirirəm. Bu da artıq bişib hazır olan qutablarım. İnanın çox dadlıdır. Mütləq sınamağınızı tövsiyə edirəm. Videonu tam şəkildə YouTube kanalımdan izləyə bilərsiniz. Kanalıma və səhifəmə abunə olub bəyənib paylaşaraq zəhmətə dəyər verən hər kəsə təşəkkür edirəm.